üçün, şəhidin övladlarını böyütmək üçün Dəmirbank Səhmdar Cəmiyyətindən 85 min manat dollar götürdüm. Dəmirbank şəhid ailəsinin əmlakını əlindən alır. Dəmirbank ilə bağlı ciddi iddialar səsləndirilib. Abşeron rayonunun Məhəmmədi kəndində yaşayan şəhid ailəsi bank tərəfindən əmlaklarının əllərindən alınmaq təhlükəsi ilə üzləşdiklərini bildirir. Şəhid Şirinov Mənsurun həyat yoldaşı Aybəniz Şirinova media qrupumuza müraciət edərək başlarına gələnləri ictimaiyyətlə bölüşmək istəyini söylədi. Aybəniz Şirinovanın sözlərinə görə o, obyektini banka girov qoyaraq 76 min manat məbləğində kredit götürüb. Müəyyən müddət ərzində ödəniş cədvəlinə uyğun şəkildə aylıq ödənişlərini həyata keçirib. Lakin devalvasiyadan sonra kredit dollarla rəsmiləşdirilməsi səbəbindən borc məbləği kəskin şəkildə artıb. Onun iddiasına görə ilkin 76 min manatlıq kredit zamanla 133 min manata yüksəlib. Artan məbləğ səbəbindən ödənişləri əvvəlki qaydada davam etdirmək mümkün olmayıb. Şəhid ailəsinin nümayəndəsi bildirir ki, bu günədək banka ümumilikdə 44 min manat ödəniş edib. Lakin onun sözlərinə görə bank əməkdaşları bu məbləğin borcdan silinmədiyini və əmlakı girovdan çıxarmaq üçün 133 min manatın tam şəkildə ödənilməli olduğunu bildiriblər. Burada isə haqlı olaraq sual yaradır. Ödənilmiş 44 min manat hansı əsasla borc məbləğindən çıxılmayıb? Bankla razılaşma mümkün olmayıb. Aybəniz Şirinova qeyd edir ki, bank nümayəndələri ilə görüşərək şəhid ailəsi olduğunu, azyaşlı övlad böyütdüyünü və ödənişlərə əvvəlki qrafik üzrə davam etdirmək istədiyini bildirib. Lakin onun sözlərinə görə qarşı tərəf bu təkliflə razılaşmayıb. O, həmçinin vurğulayır ki, ailənin əsas gəlir mənbəyi məhz girov qoyulan həmin obyektdir. Şəhidin həyat yoldaşı ölkə başçısı İlham Əliyevə müraciət edərək məsələyə müdaxilə olunmasını xahiş edir. O bildirir ki, şəhid ailəsinin dolanışığı təhlükə altındadır və məsələnin ədalətli şəkildə araşdırılmasını istəyir. Qarşı tərəfi dinləməyə hazırıq. Mən şəhid ailəsi baş leytenant şəhid Mənsur Şirinovun həyat yoldaşıyam. Mən prezidentimizin göstərişi ilə mənə bir sot torpaq sahəsi ayrıldı və mən öz əməyimlə, əziyyətimlə orada bu obyekti tikdiyim ərsəyə gətirdim və daha da genişləndirmək üçün, şəhidin övladlarını böyütmək üçün Dəmirbank Səhmdar Cəmiyyətindən 85 min manat dollar götürdüm. Və vaxtında bizə mağazin tikmək üçün, bəli. Mənim elə bil ki, bizə ayırdığı nə qədər ki ayırmışdılar ödəniş aylıq. Vaxtında hər ay ödəmişəm. Və elə oldu ki, dollar kursu qalxandan sonra biz çətinlik çəkdik, ödəniş elə bilmədik. Və bizim bu mağazada, yəni bildirim ki, girovdaydı da, yəni vaxtında mən onu ödəyirdim deyə çətinliyim yox idi. Birinci dəfə deyildi də, yəni mən bu bankdan pul götürmüşəm. Yəni 2 dəfə, 3 dəfə olub, vaxtından da əvvəl ödəmişəm. Elə bir ki, bugünkü gündə bildirmək istəyirəm ki, mənim elə bir Dəmirbank mənim iştirakım olmadan, mənim elə bir bağlı götürdüyüm kursunu elə bir ki, dollar kursu qalxdığına görə çətinlik çəkdim də. Yəni mən bunları Dəmirbanka bildirəndə mənim bir tək qadın olduğumu, nə şəhid ailəsi olduğumu nəzərə almadan, mənim iştirakım olmadan, mənim heç bir yerdə iştirakım olmadan, məhkəmədə də, mağazanın hərraca qoyulmağında da mənim imzam olmayıb, hamısında məndən xəbərsiz özləri qol çəkib, öz bildikləri kimi öz başınalıq eləyiblər. Dəmirbank mən soruşdum, dedi, hərraca qoymuşuq, bildirmişik. Sizə bildiriblər? Mənə deməyiblər, heç mənim imzam da olmayıb, iştirakım da olmayıb. Yəni, hər bir yerdə, hər bir məhkəmə zalında video çəkiliş kamera var. Yoxlaya da bilərsiniz, yəni bunu mənim düz deməməyimi, yəni onu bilə bilərsiniz də, yəni. Mənim bu necə deyim, bu ticarət obyektini girov qoyduqdan sonra, yəni mənim bunlar Dəmirbank öz başınalıq eləyir də, qoy belə deyim. Mənim nə bir şəhid ailəsi kimi, ya tək bir qadın olduğumu heç nəzərə almırlar. Və mən bu gün 44 günlük müharibədə mən elə bil ki, burada 30 illik torpağımızı işğaldan azad edən Dəmir Yumru möhtərəm prezidentim İlham Əliyevə güvənərək
Yəni bu gün mən İlham Əliyevə mən dünyada misli olmayan, yəni güclü, millətini sevən, şəhid ailəsinə, qazilərə qayğı göstərən prezidentimə səslənirəm, ona güvənirəm. Yəni mənim bu düzdür, o güc, o qüvvət məndə var ki, mən bu günə qədər necə deyim, o şəhidin övladını tək tərbiyə ilə, əxlaqımla, namusumla böyütdüm. Onun işığını yandırdım, o şəhidin işığını həmişə daimi gür yandırdım. Bunu məni tanıyanlar da çox gözəl bilir. Amma nə olsun, buna baxmayaraq mənim üstümə elə gəlirlər ki, mən nifrət eləyirəm ki, yəni mənim millətimdə belə açıq deyim insanlar var. Siz kimsə o haqqında Dəmirbankın özünə gedib müraciət eləmişsiniz? Dəfələrlə getmişəm. Nə Elə deyirsiniz? necə elə oturublar ki, hətta mən elə düşünmüşəm ki, bəlkə mənim yoldaşım heç Azərbaycan şəhid deyil, ya da bunun erməni qardaşlarına güllə atıb. Yəqin ki, bunlar kimdisə, erməni ilə qohumluğu var. Mənim danışdığım bunlara sərt reaksiya verirlər. Mən sizin qarşınızda birinci Azərbaycan xanımıyam, ikinci şəhid xanımıyam. Tək-tənha övladımı böyüdən bir xanımam. Mən artıq nə iş görürəm ki burada? Bəyəm pis bir şeydir ki, mənim prezidentim bunu alqışlayar ki, mənim belə qeyrətli, namuslu, necə deyim, şəhid xanımı var mənim, nətər deyim, millətimin içərisində. Mən artıq nə iş görmüşəm ki, pis nə iş görmüşəm. Bəlkə mən bilmirəm, izah olunsun və mən prezidentimə həmişə diqqət qayğı görmüşəm. Bu yolda da o diqqətini məndən əsirgəməsini istəyirəm, əsirgəməsin.